Prezident İlham Əliyevi Avropa Parlamentinə ilk dəfə gəlişi münasibətilə ürəkdən salamlayıram. İlk dəfə yeni ölkə prezidenti olaraq, çünki bu əvvəllər baş verməmişdi. Bu bizim Bakı görüşümüzün davamıdır. Hesab edirəm ki, həmin görüş qarşılıqlı anlaşma nöqteyi nəzərindən çox maraqlı və səmərəli olmuşdu. Bu çox əhəmiyyətlidir. İlk olaraq ona görə ki, Brüsseldən Bakıyadək 3000 kilometr məsafə var. Bu çox böyük məsafədir. Lakin düşünürəm ki, bizim eyni dəyərlərimiz var. Biz eyni düşünürük. Bizim həqiqətən də bəzi problemlərimiz var. Bizim asosiyativ razılaşmalara, azad ticarət müqavilələrinə ehtiyacımız var. Bizim viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə ehtiyacımız var. Əlbəttə ki, biz parlamentlərimiz arasında əlaqələri inkişaf etdirməliyik. Həmkarım bizimlə buradadır. O, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəridir. Əlbəttə, bilirsiniz ki, şərq tərəfdaşlığı çox əhəmiyyətlidir və düşünürük ki, gələcəkdə də çox əhəmiyyətli olacaq. Azərbaycan prezidentinin məhbusları azad etməsinə alqışlayıram. Bu bizim Azərbaycana səfərimizdən bir neçə gün sonra baş vermişdi və onların sayı çox idi. Mən prezidentə izah etdim ki, demokratiyanı və media hüquqlarını nəzərə alaraq, biz çox vaxt Avropa İttifaqının xaricindəki və hətta bəzi hallarda daxilindəki ölkələri tənqid edirik. Biz necə ki, Avropa daxilində, eyni ilə də onun xaricində sərdik. Bizim əlaqələrimiz baxımından bu çox böyük inkişafdır. Bizə həmçinin iqtisadiyyatda rəqabətin olması vacibdir. Enerji sahəsində əməkdaşlığımız, xüsusilə də qaz layihələrində, eyni ilə də Bakı, Tbilisi, Ceyhan neft boru kəməri regionda vəziyyəti tamamilə dəyişdi. Və sonda onu da demək istəyirəm ki, Avropa İttifaqı və Avropa Parlamenti dünyanın bu regionunda donmuş Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir. Biz Minsk qrupunun fəaliyyətinə Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının fəaliyyətinə çox ciddi yanaşırıq. Başqa çox vacib bir məqam əlbəttə ki, Madrid prinsipləridir. Mən bütün bu məqamları bir daha cənab prezidentin diqqətinə çatdırdım. Biz bu məsələdə dəstək verməyə, kömək etməyə hazırıq. Cənab prezident, sizə bir daha minnətdarlığımı bildirirəm. Biz gözlənildiyindən artıq müzakirələr apardıq və jurnalistlər bizi gözləməli oldu. Buna görə onlardan üzr istəyirəm. Təşəkkür edirəm, cənab prezident. Sizi bir daha görməkdən şadam və Avropa İttifaqına gəlmək üçün göndərdiyiniz dəvətə görə və bu müstəvidə danışıqlarımızı davam etdirmək imkanına görə minnətdaram. Biz yaxın zamanlarda sizin Azərbaycana səfəriniz zamanı görüşdük. Bizim çox maraqlı və səmərəli danışıqlarımız oldu. Bu, həmçinin sizin üçün ölkəmizi daha yaxından tanımaq üçün imkan oldu. Bugün biz bu dialoqu, tərəfdaşların, dostların dialoqunu davam etdiririk. Əminəm ki, mənim Avropa Parlamentinə, Avropa İttifaqına və Avropa Komissiyasına səfərim gələcək əlaqələrimizin inkişafında çox mühüm rol oynayacaqdır. Biz bir məsələdə birləşmişik və bu, bir-birimizə yaxınlaşmaq və mümkün qədər çox sahələri əhatə edəcək Avropa təsisatları ilə Azərbaycan arasında uzun müddətli strateji tərəfdaşlıq qurmaqdır.
Bugünkü danışıqlarımız zamanı daha çox diqqət Azərbaycanda siyasi islahatların davam etdirilməsinə, demokratik sistemin gücləndirilməsinə və Azərbaycanın siyasi sisteminin Avropa İttifaqı ölkələrinin siyasi sisteminə yaxınlaşdırılmasına yönəldi. Həmçinin Azərbaycanda aparılan iqtisadi islahatlar isə yalnız o zaman uğurlu ola bilər ki, bu islahatlar siyasi islahatlarla birgə aparılsın. Bizim çox liberal iqtisadi qanunvericiliyimiz var. Bu bizə xarici sərmayədarları cəlb etməyə kömək edir. İnvestorlar adətən siyasi vəziyyəti proqnozlaşdırıla bilən və investisiyaların qorunduğu ölkələrə sərmayə yatırırlar. Biz bugün həmçinin regional təhlükəsizlik məsələlərini də müzakirə etdik və cənab prezidentin qeyd etdiyi kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli tək Azərbaycan üçün deyil, həm də regional inkişaf və təhlükəsizlik üçün çox vacibdir. Çünki bu regional sabitlik və təhlükəsizlik üçün ən böyük təhlükədir. Biz Minsk qrupu həmsədr ölkələrinin rəhbərlərinin və bugün cənab Barrozunun bəyanatlarından ruhlanırıq ki, status quo qəbul edilməzdir. Bugün biz eyni fikri prezident Buzeklə də bölüşdük. Bu çox vacib bəyanatlardır. Çünki biz bu münasibətləri illərdir ki, gözləyirdik. Bildiyiniz kimi bizim torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır və 100 minlərlə Azərbaycanlı qaçqın və məcburi köçkün kimi yaşayır. Status quo-nun dəyişdirilməsi Azərbaycan torpaqlarının azad olunmasına, Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunmasına, bütün kommunikasiyaların açılmasına, bütün qaçqın və köçkünlərin öz doğma yurtlarına qayıtmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində Cənubi Qafqaz regionunda tamamilə yeni bir vəziyyət yaradacaq. Ondan sonra isə 3 Cənubi Qafqaz ölkəsi siyasi islahatları birgə aparmağa və Avropa təsisatları ilə daha sıx əlaqələr qurmağa başlaya bilərlər. Avronestin yaradılması yaxın tarixin ən mühüm hadisələrindəndir. Bu isə Avropa ilə Qafqaz ölkələri arasındakı əlaqələrinə uyğundur. Şərq tərəfdaşlığı, Avronest, assosiativ razılaşmaya dair danışıqlar, bütün bunlar əməkdaşlığımızın mühüm elementlərindəndir və bizi Avropaya daha yaxın olmağa imkan verəcək. Bugün həmçinin enerji təhlükəsizliyi məsələlərini də müzakirə etdik və öncə prezident Buzek düzgün qeyd etdi ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi regiondakı vəziyyəti tamamilə dəyişdi, yeni dəhliz açdı və artıq bugün bu dəhliz vasitəsilə Azərbaycandan dünya bazarlarına qaz ixracatı həyata keçirilir və Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının davam etdirilməsinə yaxşı bir şərait yaradır. Bu ilin yanvarında Avropa Komissiyasının prezidenti cənab Barrozunun Azərbaycana səfəri zamanı biz Cənub qaz dəhlizi ilə bağlı bəyannamə imzaladıq. Bu isə bəyannamədən də artıqdır. Bu bəyannamədə çox mühüm məqamlar var. Biz birgə işçi qrupu yaratdıq. Bu qrup artıq fəaliyyətdədir və yaxşı nəticələr verməkdədir. Azərbaycan böyük enerji ehtiyatlarına malik olan bir ölkə kimi öz potensialını reallaşdırmaq istəyir ki, özünün enerji resurslarını dünya bazarlarına nəql edə bilsin. Avropanın isə şaxələndirməyə, yeni təchizat marşrutlarının yaranmasına ehtiyacı var. Bu məsələdə bizim maraqlarımız üst-üstə düşür. Bu səbəbdən bizim əməkdaşlığımız, onun gündəliyi çox genişdir. Və bugün mənim Avropa parlamentinə ziyarətim bu münasibətlərin hər iki tərəf üçün nə qədər vacib olduğunu göstərir. Cənab prezident bir daha qonaqpərvərliyə və dəvətə və bugünkü danışıqlarımıza görə minnətdaram. Şaiq Məmmədov, Azərbaycan televiziyası. Sualım Avropa parlamentinin prezidentinədir. Cənab prezident, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına gətirib çıxarıb. Burada insan hüquqlarının kobud şəkildə pozulması faktı mövcuddur. Bu məsələ ilə bağlı Avropa parlamentinin müvafiq qərarın qəbul etməsinin vaxtı gəlib çatmayıbmı?
Sağ olun. Bu sual bizim bu məsələnin həllində yaxın gələcəkdə iştirakımız və yardım göstərməyimizlə bağlıdır. Çünki burada iki mühüm bəyanatın olması zəruridir. Bütün əsas tələblər yerinə yetirilməlidir. Bu məsələdə Azərbaycanın ərazi bütövlüyü çox mühüm əhəmiyyət kəsb edir və Avropa Parlamenti belə bir yanaşmanı tam dəstəkləyir. Bu istənilən danışığın yaxşı bir başlanğıcıdır. Bildiyiniz kimi, bu yaxınlarda Minsk qrupunun bir tərəfi olan Rusiya tərəfindən təşkil edilən Azərbaycan və Ermənistan arasında Kazan görüşünün keçirilməsi nəzərdə tutulur. Bu çox yaxşı bir işarədir. Avronestdə isə hər iki ölkənin parlamentinin 10 nəfərdən ibarət nümayəndə heyəti bir araya gələrək bütün bu problemləri müzakirə edə bilər. Avronest Assambleyasının iki üzvünün namizədliyi həmin işçi komitənin həmsədr vəzifələrinə irəli sürülür. Avronestdə gündəlik iş fəaliyyəti nəticə verir. Münaqişənin həlli üçün biz Azərbaycan və Ermənistanı yaxınlaşdırmağa çağırırıq. Danışıqların parlamentlər səviyyəsində aparılması da çox vacibdir. Və bunu Avronest daxilində etmək asan ola bilər. Ermənistan və Azərbaycan parlament rəhbərlərinin qərarı nəticəsində biz bunu Avronestdə may ayının əvvəlində başlaya bildik.